Sizcə dünyanın ən zəngin adamları kimlərdir və bu qədər sərvətə necə sahib olublar? Onların gündəlik həyatı, qəribə vərdişləri və uğurlarının sirri nədədir? Bu gün sizə dünyanın ən zəngin 10 adamı haqqında həm maraqlı, həm də sizi heyrətləndirəcək faktlardan danışacağıq. Videonu sona qədər izləməyi unutmayın. Bernard Arnault. Bu ad sizə tanış gəlməyə bilər, amma onun sahib olduğu brendlər çox tanışdır. Louis Vuitton, Dior, Fendi və daha nələr. Arnault Fransanın və Avropanın ən varlı adamıdır. Onun sərvəti 220 milyard dollardan çoxdur. O, incəsənətə olan sevgisi ilə tanınır. Şəxsi muzeyi və nadir kolleksiyası var. Hər zaman zövqlü geyinməsi isə təsadüfi deyil. Çünki özü lüks modanın simvoludur. Elon Musk texnologiyanın dahisi. Tesla, SpaceX, Neuralink, X bu qədər fərqli sahələrdə uğur qazanmaq mümkündürmü? Elon Musk sübut etdi ki, bəli, hazırda onun sərvəti 200 milyard dollardan yuxarıdır. O, Marsa insan göndərməyi hədəfləyir və insan beynini kompüterlə birləşdirmək istəyir. Gecələri fabrikdə yatmaqdan çəkinmir, çünki o, həyatını işinə həsr edib. Elon'un McDonald'sda işlədiyini bilirdinizmi? Amazon atası 1994-cü ildə qarajda qurulan Amazon, bu gün dünyanın ən böyük onlayn satış platformasına çevrilib. Bezos'un sərvəti təxminən 190 milyard dollardır. O, həm də Blue Origin adlı kosmik şirkətin sahibidir. Bezos deyir ki, uğurun sirri müştəri məmnuniyyətindədir. Onun uşaqlıq arzusu astronavt olmaq idi. Bu arzunu reallaşdırmaq üçün indi milyardlarla sərvət xərcləyir. Mark Zuckerberg, Facebook'un yaradıcı gənci. Zuckerberg universitet yataqxanasında Facebook'u yaratdı. Bugün Meta şirkətinin rəhbəridir və əsas sərvəti 130 milyard dollardan çoxdur. Maraqlıdır ki, o hələ də sadə geyinir və şəxsi həyatı da bir o qədər sadədir. Ən böyük hədəfi insanların virtual aləmdə, yəni Metaverse-də birləşməsidir. Larry Ellison, Oracle və adaların sahibi. Oracle şirkətinin qurucusu Larry Ellison texnologiya dünyasının nəhənglərindəndir. Sərvəti 130 milyard dollara yaxındır. O, şəxsi adaları, nəhəng yaxtaları və lüks həyat tərzi ilə tanınır. Ən maraqlısı, uşaqlıqda yoxsul bir ailədə böyümüş və heç vaxt təslim olmamışdır. Warren Buffett, səbirli sərmayəçi. Sərvəti 120 milyard dollara çatan Buffett dünyanın ən uğurlu sərmayəçisidir. 11 yaşında ilk səhmini alıb, hələ də 1958-ci ildə aldığı evdə yaşayır. Gündəlik həyatında sadədir və McDonald'sdan səhər yeməyi almağı sevir. Uğurun sirrini belə izah edir. Ən yaxşı sərmayə bilikdir. Bill Gates, texnologiyanın atası. Microsoft'un qurucusu olan Gates, texnologiya dünyasına damğa vurmuş adlardandır. 110 milyard dollarlıq sərvətə sahibdir. İndi əsas diqqətini xeyriyyə işlərinə yönəldib. Dünyanın ən böyük xeyriyyə fondlarından birini idarə edir. Həyatını dünyanı yaxşılaşdırmağa həsr edir. Steve Ballmer, Microsoft'un enerji bombası. Microsoft'un keçmiş CEO-su. Ballmer hazırda NBA komandası Los Angeles Clippers'in sahibidir. Onun sərvəti 110 milyard dollara yaxındır. Səhnədəki enerjisi və qeyri-adi çıxışları ilə yadda qalır. O, texnologiya dünyasından idmana keçid edən uğurlu nadir insanlardandır. Mukesh Ambani, Asiyanın ən zəngini, Hindistanın nəhəng Reliance Industries şirkətinin rəhbəri olan Ambani 100 milyard dollardan çox sərvətə sahibdir. Onun Mumbayda yerləşən 27 mərtəbəli evi dünyanın ən bahalı şəxsi yaşayış binası hesab olunur. Texnologiya və enerji sahələrində Hindistanı dəyişdirən şəxslərdəndir. Google'un yaradıcılarından biri olan Birin texnologiya dünyasında dərin iz buraxıb. Onun sərvəti 100 milyard dollardan artıqdır. Elmi düşüncəyə və süni intellektə olan marağı onu daim irəli aparır. Maraqlıdır ki, o da Facebook'un ilk dövrlərində sərmayə qoymaq fürsətini əldən verib. Bunlar dünyanın ən zəngin 10 adamı idi. Onların həyat tərzi, uğur sirləri və fərqli yanaşmaları ilə. Sizin fikrinizcə bu siyahıya girmək üçün təkcə zəka kifayətdirmi, yoxsa risk almaq və daim çalışmaq da vacibdir? Rəylərdə fikirlərinizi bizimlə bölüşün və daha maraqlı videolar üçün kanala abunə olun.